Zülmün şiddetli formalarından biri de valideynlere zulmetmektir. Valideynlerin haklarını ödememektir. Yani insanın üzerine vacibdir ki valideynlerin hakkını yerine getirmesi ve onlara itaat etmez. Sadece günaha, asiliye, şirke sövk ederlerse bu istisnadır. Ve in cahadaka ala en tuşrike bi ma leysa leke bihi ilmun fela tutihuma. Eğer onlar seni mənə şərik qoşmağa çağırsalar, çalışsalar, bu işte itaat etmə. Ve sahibhuma fid dunya ma'rufa. Ama yaxşı işlərdə isə onlarla yaxşı davran. Ve həmçinin insanın valideynə zülm etməsi özünə zülm etməsi sayılır. Atasına, anasına. Yani necə olur ki insan öz valideynlərinə zülm edir və valideynlərini kədərləndirir. Valideynləri üçün qəm, qüssə, kədər və narahatçılıq mənbəyinə çevrilir. Əgər bir insan valideynləri üçün narahatçılıq qazandırırsa, bu valideynlərə zülm etmək sayılır. Və onların ağlamasına səbəb olursa və onların gözlərindən yuxunun getməsinə səbəb olursa, yəni bu valideynlərə zülm sayılır. Onların üzünə ağ olmaq sayılır. Və onlar valideynlər onu gözləyir, amma o isə hələ çöldədir, evə gəlməyib və onun üçün narahatdılar. Və evə həmçinin pis xəbərlərlə gəlir və valideynlər üçün bir bəla gətirir. Və bütün bunlar hamısı insanın həm özünə zülm və həmçinin valideynlərinə zülm sayılır. Halbuki ondan tələb olunan valideynləri üçün çətinləşdirməsi yox, onlar üçün yüngülləşdirmək, onlara qayğı göstərməsi, onlara qarşı mərhəmətli olması tələb olunur. Xüsusən də onlar yaşlandıqdan sonra. Ama insan da var, onlar yaşlandıktan sonra onlara yük olur. Ve bu da valideynler için en büyük müsibetlerdendir. Deməli bu insan hem özüne, hem atasına ve hemçinin anasına zulmetmiş sayılır. Ve Peygamberimiz sallallahu aleyhi ve sellem buyurur ki, Ridallah fi ridal valideyn. Allah'ın razılığı valideynin razılığındadır. Ve sahatullah fi sahatul valideyn. Ve Allah'ın qəzəbi ise valideynin qəzəbindədir. Yani dikkatli ol, bax kimə zülm edirsən. Atana, anana, yani bundan həzər et. Yani öz nəfsi istəklərini, həyat yoldaşının istəyini, evladlarının istəyini və ya dostlarının istəyini onlardan üstün tutma.